Biz elə zənn edirik ki, Qur'an şkafın başından sadəcə ölü öldüyü zaman düşməlidir. Ölümümüz olacaq, gələcəyik, açacaq Qur'anı, Fatihə oxuyacaq, Bəqərə surəsini oxuyacaq, Yasin surəsini oxuyacaq. Halbuki Yasin surəsinə baxsaq, onun ölü ilə heç bir əlaqəsi olmadığını görərik. Ağıl sahibi bir insan onun mənasını oxusa, nə mənaya gəldiyini düşünsə, Allah ulduzlardan danışır. Allah Qur'anda ibadət edilməsindən danışır. Gələk bunu ölüyə oxuyaq. Oxuyuruq, mənasını tərcümə eləyək. Namaz qılmaq lazımdır. Ay, səma, gecə ilə gündüz. İndi sual verirəm, bunun ölü ilə bir əlaqəsi varmı? Bunu ölüyə oxumağın ona bir faydası varmı? Allah şahiddir ki, bunun ölüyə oxumağın heç bir faydası yoxdur. Allah gecədən, gündüzdən danışır ki, ağıl sahibləri ibrət alsınlar. Allah ibadətdən danışır ki, ta ki insanlar bu torpağın altına düşdükləri zaman Allahın huzuruna üzü ağ bir şəkildə getsinlər. Yoxsa ölüyə Quran oxumaq, yoxsa yaslarda Quran oxumaq, vallahi bunun insana heç bir faydası yoxdur.